Həmişə deyirəm mən sizə. Əgər kimsə sizə məsləhət verirsə, ilk öncə həmən adamın vəziyyətinə, onun gördüyü işə, onun nə ilə məşğul olduğuna fokuslanmaq lazımdır. 06 sürən adam sənə bunu almağın məsləhətini verə bilməyəcək. Və yaxud da ki, hansısa bir kirayədə qalan adam, evi olmayan adam sənə ev almağın məsləhətini verə bilməyəcək. Hansısa yerdə fəhələ işləyən adam sənə biznes qurmağın məsləhətini verə bilməyəcək. Çünki o bilsəydi, özünə gün ağlı yardı. Pulum yoxdur, filankəs mənə dəstək olmur, daydayım yoxdur, yuxarıda oturanlar günahkardır, nə bilim, Azərbaycanda vəziyyət pisdir, Azərbaycanda inkişaf eləmək olmur. Bu absurd məsələləri yığışdırın. Sənin məmurla nə işin var? Sənin prezidentə niyə görə ilişirsən sən? Sən öz ailəni idarə eləyə bilmirsən, qalmışdı ki, düşmüsən prezidentin üstünə. Yəni, sən özün tək başına bir iş görə bilmirsənsə, bu adam bu boyda ölkəni idarə eləyir. Özdə bizim ölkəni idarə eləmək bu bir şokdur. Bu hər adamın işi üçün deyil.